Ölkəmizdə faydalı qazıntılar qeyri-müəyyən şəkildə yayılıb. Yəni, talaş şəklində və müəyyən hissələrdə yayılıb. Biz bilirik ki, əsasən demişdik ki, dağlıq ərazilərdə maqmatik suxurlar olur, düzən ərazidə çökmə suxurlar olur. Düzdürmü? Biz tasvir dərsində belə bir izah vermişdik ki, dedik ki, bizim ölkədə bir istisna var. Bilirsən ki, ölkəmizdə Böyük Qafqaz dağları və Kiçik Qafqaz dağları, Talış, Naxçıvan və Körəz ərazisindən ibarətdir. Bizim ərazidə filiz faydalı qazıntılarına zəngin olan dağ Kiçik Qafqazdır. Hətta Kiçik Qafqazı bəzən Azərbaycan Uralı adlandırırlar. Böyük Qafqaz dağ olmasına baxmayaraq filizlərlə zəngin deyil. Səbəbi nədir? Ərazidə çökmə suxurların yayılması. Bir qaydanı unutmuruq. Əgər ərazidə çökmə suxurlar yayılıbsa, burada qeyri-filizlər, yəni çökmə aşağı suxurlar formalaşır. Yox, əgər ərazi deyirik ki, dağdır və maqmatik suxurlar varsa, burada yayılır nələr? Filizlər. Yəni, ölkəmizdə filizlərin yayıldığı əsas yer Kiçik Qafqaz dağlarıdır, yadımızda saxlayırıq. Böyük Qafqazda isə çökmə mənşəli suxur olduğu üçün ərazidə filizlər demək olar ki, yayılmır. Sadəcə biz indi danışacağıq. Bilirsən də, filizlər və qeyri-filiz olmaq ikiyə ayrılır faydalı qazıntılar. Qeyri-filizlər əsasən çökmə mənşəli suxurlardır. Bizim ölkəmizdə çökmə mənşəli suxurlar ən geniş şeylər neft və qazdır. Ərazinin Abşeron Qobustanı ərazisində də bilirik ki, neftə görə, yəni biz neft ölkəsi adlanırıq bildiyin kimi, neft ixrac edirik xaricə. Və deyirik ki, neft yataqlarımız həm quruda, həm də qaz, həm də deyirik ki, dənizdə var. Demək, ən məşhur dənizdə olan neft yataqları Azəri, Günəşli, Çıraq, Damulduzu, Əşrəfi. Quruda isə əsasən mezo yaşlı olanlar, məsələn, Mollakənd, Muradxanlı, bunlar mezoydu və yerdə qalan bütün suxurlar isə kaynozo yaşlıdır. Sonra deyirik ki, məsəl üçün, Bibi Heybət, Qaraçala və s. Bunlar nədir? Quruda yayılan neft yataqlarıdır. Sonra gəldik nəyə? Deyirik ki, qaz yataqlarına. Qazda yataqları isə əsasən deyirik, yenə həm dənizdə var, həm də quruda var. Demək, quruda olanlar deyirik Gürgan, Zirə və Qaradağ. Dənizdə olanlar isə Ümid və Şah dənizdir. Ümumiyyətlə, qaz çəkilməsi, yəni borusu Bakı-Ərzurum qaz xəttidir ki, qaz borusu deyə bilərik ki, yeni qaz çıxarılır, səmt qazı və xaricə satılmaq üçün göndərilir. Və həmçinin qeyd edirik ki, neft borularından isə, məsəl üçün, dəmir yollarına belə deyək, Bakı-Novossibskidir, Bakı-Subsadır, Bakı-Tbilisi-Ceyhan. Bakı-Novossibski Bakıdan Rusiya ərazisinə, Bakı-Tbilisi-Ceyhan, demək, Azərbaycan, Gürcüstan, Türkiyə, Bakı-Subsa isə Azərbaycan, Türkiyəyə nəql olunan neft kəmərləridir. Bu oldu bizim neft və qaz. Və yadda saxlayırıq ki, neftin işarəsi nazi üçbucaq, içərisi qara, qazın isə nazi üçbucaq, içərisi ağ olur. Sonra gəldik demək nələrə? Dedik ki, filizlərdən əsasən Kiçik Qafqazda yayılır. Filizlər hansılardır? Deyirik ki, dəmir filizidir. Sonra qızıldır, alinitdir, civərdir, molibdendir və s. yataqlar. Sonra xromit və s. Deməli, yadda saxlayırıq, ən çox yayılıb bizdə qızıl üç ərazidə. Gədəbəy, Kəlbəcər, Zəngilan. Yadda saxlayırıq. Qızılın işarəsi yumru dairə, bir tərəfə al, bir tərəfə qara. İşarəli yadda saxlayırıq, çünki qəbulda istifadə olunur. Məsələn, deyirik ki, Zəngilanda olan Verjinal yatağıdır. Məsələn, Kəlbəcərdə Zod, Qızılbulaq. Sonra, məsəl üçün, deyirik ki, Gədəbəydə yataqlar var. Sonra gəlir dəmir filizi. Dəmir filizi tontiş üçbucaqdır və deyirik ki, yayılıb Daşkəsəndə. Hamançay, Dəmiroğlu, Cənubi Daşkəsən, Cənub-Şərqi Daşkəsəndə yayılıb. Və sonra gəldik demək nəyə? Dedik ki, alinit. Alinit alüminium filizinin bir hissəsi. Bilirik ki, alüminium deyəndə 3 dənə filiz nəzərdir. Hansılardır? Alinit, nefrin, boksitdir. Nefrin demək ki, dünyada çox yayılmayıb, boksit çox yayılıb. İnşallah dünya ölkəsindən danışacağıq. Və alinit bizim ölkədədir, Daşkəsən ərazisindən çıxarılır və alinitə görə Avropada X sırada yer tuturuq. Demək, alinit yatağının adı zəylikdir, Daşkəsəndədir və zəylik yataq, yatağı zəylikdir. Sonra dedik ki, deməli, bizdə yayılıb civə. Civə əslində Kəlbəcərdədir, ağ yataq, şorbulaq, lövçay və s. Və polimetal filizlər var. Polimetal filizlər isə yumru dairə, bir tərəfə bir tərəfi qara, həzə 3 qara, 3 ağ şəkildədir və deyirik ki, tutquya bənzəyir, maşın təkərinə bənzədə bilərik bunu və qeyd edirik ki, Böyük Qafqazda barədə ki, filiz yoxdur, düzdürmü? Sadəcə nələr var? Ehtiyatı var.
Məsələn, polimetal ehtiyatı var. Hələ ki çıxarmır. Balakən zaqatal zonasındadır. Məsələn, Kars dağdır, Mazlum çaydır, Katekçar yataqlarınadır. Sonra məsəl üçün Gümüşlü mehmana yataqları var. Yadda saxlayırıq. Sonra gəldik molibden. Molibden əsasən Paraqat yatağınadır. Ordubad ərazisi Naxçıvandadır. Sonra gəldik mərmər yataqlarına. Mərmər ölkəmizdə demək dedik ki 3 ərazidə var. Daşkəsəndir, Qubadır və Naxçıvandır, yəni Şərurdur. Dedik ki Qubada Çəhrayı mərmər, Daşkəsəndə qara mərmər, Şərdə isə ağ mərmərdir. Və bunları qeyd edirik. Sonra gəldik xromit yataqları. Dedik ki xromit yataqları isə Girgəz çay və s. Sonra gəldik demək nələr? Bentonit gil var. Bentonit gil ölkəmizdə Qazax rayonu Daşsalahlı kəndində yerləşir. Sonra seolit var. Bunlar qeyri-üzvi, yəni çökmə mənşəli suxurlardır. Seolit əslən Goranboydadır, Ağca kənddir. Sonra məsələn Qaradağ, məsəl üçün həmçinin deyirik ki Gədəbəydə mis var. Sonra məsəl üçün deyirik ki sement var, məsələn Qaradağ, Abşeron ərazisində. Sonra duzlar var, çökmə duz var. Məsəl üçün daş duz var. Daş duz Naxçıvandadır. Çökmə duz yadda saxlayırıq. Abşeronun göllərinin Böyük Şor, məsəl üçün deyirik ki Masazır, Binəqədi, bax bu ərazilərdə yayılıb. Və sonra qeyd edirik demək nələri? Dedik ki barik yataqları var. Barik isə nədir? Neft quyularının qazmasına istifadə olunur. Yataqlarda çovdardır, başqışlaq və s. Sonra gəldik demək nəyə? Qeyd edirik ki bunlardan da yanar şist var. Yanar şist çox az yayılıb. Yanar şist əsasən İsmayılı, qismən Qobustan və Quba. Çox az yayılmış hərəkətlərdən biridir ölkəmizdə. Demək dedik ki, ölkəmiz qiyaslı ərazi olduğu üçün mineral bulaqlar geniş yayılır. Mineral bulaqlara görə ölkəmiz xeyli zəngindir. Demək, hansı ərazidə hansı mineral yayılır? Yadda saxlayırıq. Şuşada yayılıb Tursu, Şırlan. Abşeronda Şıq, Suraxanı. Sonra Laçında Minkənd. Qubada Cimi, Xaşı, Xaltan. İsmayılıda Bədo. Qaxda İlisu. Kəlbəcərdə İstisu. Naxçıvanda Badamlı, Sirab, Vayxır, Darda. Lənkəran Talış zonasında Donzutən, əsasən məsələn üçün Masalda yenə İstisu və sair bulaqları yayılıb. Və yadda sonra Siyəzəndə deyirik ki Şabranda Qalaltıdır. Və deyirik ki mineral bulaqlara görə ölkəmiz xeyli zəngindir. Bax yadda saxlayırıq. Çox önəmli bir qaydadır. Ölkəmizdə Talış dağlarında heç bir filiz və qeyri-filiz yoxdur. Yalnız mineral sular var. Bunu unutmuruq. Yaxşı, ölkəmizdə deyirik ki, mineral sular var Talışda, amma nə filizli də qeyri-filiz harda yox deyirik, Talış dağlarında yoxdur. Bax, bu qaydanı unutmuruq. Yaxşı, önəmli qaydadır.